Salam, hər vaxtınız xeyir olsun. Mən Ətəb Borçluzadə, Azərbaycan dil və ədəbiyyat müəllimiyəm. Bugün sizlərlə Məhəmməd Hüseyn Şəhriyarın Heydər Babaya Salam poemasının təhlilinə baxacağıq. Burada onun forma xüsusiyyətləri, məzmun xüsusiyyətlərinə, digər əsərlərlə ortaq cəhətlərinə, fərqli cəhətlərinə, analogiya yaradan yerlərinə daha dərindən bələd olacaq. Həm abituriyentlər, həm miks sertifikasiya müəllimləri, həm də olimpiyada hazırlaşanlar üçün bu hissələr çox faydalı olacağına əminəm. Keçək əsərin məzmun xətti, yəni məzmun üzrə ortaq fərqli cəhətləri demələrə, vurğulamalara, əsas yerləri vurğulama, sonra isə artıq forması, bəzi yerlərə toxunmalara. Birinci şeiri oxuya-oxuya gedək və bəzi hissələri adlandırma ilə adlandıracağam ki, və qeyd tutanlar, əgər şeirin üzərində işləyirsə, şeirin üzərinin qıraqlarına yazsınız, daha yaxşı olar ki, sizin üçün bu daha yaxşı olsun. Deməli, Heydər Babaya Salam poeması. Janrı nədir bunun? Poemadır. Poema janrı haqqında deyirik ki, poema lirik epik və epik lirik əsərdir. Niyə lirik epik, epik lirik? Əgər təhkiyə çox olarsa, bu epik lirik əsərdir. Yəni şairin təhkiyəsi daha çox olarsa. Lirik epik də ona görədir ki, ancaq yəni tərənnümdən istifadə olunması, bir dənə lirik qəhrəmanın danışması, daha çox tərənnümdən lirik qəhrəmanın danışması göstərirsə, bu da olacaq lirik epik poema, yəni lirik poema. Lirik poemada da biz burada süjet xəttini görməyəcəyik və təhkiyə, təsvir az olacaq. Çox olsa epik lirik əsər olardı, yəni epik poema. Heydər Babaya Salam da lirik poemadır. Burada daha çox tərənnümdən istifadə olunub, təsvir təhki az istifadə olunub və vahid süjet xətti olmayan poemadır, avtobioqrafik səciyyəli poema. Ümumiyyətlə, ilk poemamız biz bilirik ki, farsça olub, Əfsərdin Xaqaninin Töhfətül Raqiyə poeması. O da avtobioqrafik poemadır, yəni süjetsiz. Avtobioqrafik nə demək? Yəni burada şairin, yazıçının və yaxud da özünün həyatından, uşaqlıq illərindən, təhsilindən, dostlarına və s. kimi yerlərdən danışması, müəyyən dərəcədə başqa mövzulara toxunması süjet xəttini yaratmır, yəni vahid süjet xəttini yaratmır. Süjet xətti pozduğuna görə avtobioqrafik səciyyəli poema deyirik. Baxaq şeirlərə. Deməli deyir, Heydər Baba ildırımlar şaxanda. Sellər sular şaqqıldayıb axanda. Qızlar ona səp bağlayıb baxanda. Salam olsun şövkətcə elizə, mənim də bir adım gəlsin dilizə. Burada oxuduq və görürük ki, burada nədir? Vətən gözəlliklərinin tərənnümü. Ümumiyyətlə 3 bənd. Bu 3 bəndi biz adlandıraq. Qeyd tutanlar gəlsin. Yazaq ki, buna vətən gözəlliklərinin tərənnümü. Sonra keçək digər bəndə. Şeir vahiddə bənddir, beşlik şəklindədir. Amma beşlik şəklində olmasına baxmayaraq müxəmməsdir. Çünki qafiyəsinə baxaq. Bu necə gedir? A, B, B. Sonra bura bax. Heydər Baba kəkliklərin uçanda kol dibindən dovşan qalxıb qaçır. Qalxıb qaçan nədir? Dovşan. Bağçaların çiçəklənib açanda bizdən də bir mümkün olsa yad elə, açılmayan ürəkləri şad elə. Açılmayan ürəkləri şad elə də burada biraz üstü örtülməsə də Cənubi Azərbaycan məsələsinə toxunur. Yəni Cənubi Azərbaycandakı soydaşlarımızdan danışır. Yəni Cənubi Azərbaycan mövzusuna toxunur. Açılmayan ürəkləri şad elə. Bunu da qafiyə sisteminə baxaq. Uçanda, qaçanda, açanda. Burada da görürük ki, yəni A. Burada yad elə. Burada məsələn C deyək. Və yaxud görürük ki, qafiyələr necədir? Fərqlidir. Müxəmməsin qafiyəsini yadına sal ki, 5-lik olmasın, o qafiyəsi 5 dənə A kimi gedirdi. Sonra da fərqləndir. Bu müxəmməsin qafiyəsinin üst-üstə düşmədiyi üçün bu müxəmməs deyəndə müxəmməs heca yox, əruz vəzinə yazılır. Çox vaxt bir dənə heca vəzində müxəmməs yazan biz aşğal əsgər deyirik. O da ilkdir. Başqa heç kim heca vəzində müxəmməs yazmayıb. Müxəmməs əruz vəznindədir. 99 söz. 1% o idi. Deyirik ki, 5 dənə aşıq. Amma burada qafiyə ilə deyil. Ona görə də Heydər Babaya Salam nə deyil? Müxəmməsdir. Başqa bunun kimi Əsr Azərbaycanım şeiri və Almas Sidrımı o şeirdə deyə bilərik.
Süleyman Rüstəm Təbriz şeiri də, bir də ki, Səməd Vurğunun Azərbaycan şeiri beşli şəklində olmasına baxmayaraq müxəmməs deyil. Aha. Sonra baxaq, deməli bu 3 bənd dedik ki, vətən gözəlliklərini tərənnümə adlandıraq. İndi baxaq biraz dərindən təhlilinə. Və burada misra-daxili bölgündə baxsaq, Heydər Baba 4, ildırımlar, Şaxandı 3. Və misra-daxili bölgü 4-4-3 və bu süjetsiz avtobioqrafik seriyalı poemadır. Aha. Baxaq 3-cü bəndə. Bayram yeli çardaqları yıxanda. Novruz gülü qar çiçəyi. Artıq burada ad çəkilir. Gül adları çəkilir. Novruz gülü qar çiçəyi çıxanda. Novruz gülü qar çiçəyi çıxanda çəkildi. Ağ buludlar köynəklərini sıxanda bizdən də bir yad eləyən sağ olsun, dərdlərimiz nə olsun, qoy tikəsin dağ olsun. Novruz gülü qar çiçəyi, deməli burada gül adları çəkir. Başqa gül adlarını çəkmə biz hansı əsərlərdə görmüşük? Dəhnamə poemasında keçdiyimiz Şah İsmayıl Xətainin. Burada nələrin adı çəkilir? Deyir, Lalə oturub başda Lalə, sonra başqa nəyə deyə bilərik? Nərgizi deyə bilərik. Nərgiz açılıb suya girdi, pirahənini başına sardı və s. Başqa bir də hansı əsərdə biz bu məqama rastlaşmışıq? Bunu bir də Aşıq Ələsgərin bu məqam, Aşıq Ələsgərin bizə düşən Dağlar əsərdə Dağlar qoşmasında rastlaşmışıq. Dağlar 1-ci. Süsənli Sümbülü deyir, Lalalı Dağlar. Dağlar 1, yəni Nikbin ruhlu əsərində biz buna rastlaşmışıq. Bunu da özümüz üçün qeyd edək. Sonra baxaq. Heydər baba sənin üzün ağ olsun, dörd bir yan bulaq olsun, bağ olsun. Sənin üzün ağ olsun, bulaq olsun, bu hissən qalsın. Bizdən sonra sənin başın sağ olsun. Dünya Qəzov qədər ölüm itimdir, dünya boyu oğulsuzdur, yetimdir. Aha. Burada görürük ki, dünya bənzədir. Qəzov qədər ölüm itim kimidir. Bu məqamı yadımıza saxlayaq. Sonra bura. Heydər baba sənin üzünə dörd bir yandan bulaq olsun, bağ olsun. Burada Heydər babanın üzünün ağ, dağın üzünün ağ olmağına bunu məzmun cəhətdən analogiya yarada bilərik. Aşıq Ələsgərin İkinci Dağlar qoşmasında. İkinci Dağlar biz bilirik ki, bədbin ruhlu qoşmadır. Orada deyirdi ki, şeirdə belə bir məqam vardı orada. Deyir, üstünə nur yaxsın bu yerinə. Deyir, üstünə nur yaxsın, ay dəli qoşqar, badı çəkərək deyirdi. Yəni, bu yazılan yerinə onların analogiyasını, yəni oxşarlığını yaradır. Burada deyir, sən üzündən ağ olsun, burada deyir, üstünə nur yaxsın, ay dəli qoşqar. Bu baxımdan analogiya yarada bilərik. Sonra keçək hara? Digər yerə. Deyir, Heydər baba, igid əmək itirməz. Elə-belə misra-daxili bölgə baxsa yenə 4-4-3 olur. Ömür keçər, əfsus bərəyi itirməz. Namərd olan ömrü başa yetirməz. Biz də vallah unutmaraq sizləri, görünməsək halal edin bizləri. Deməli, Heydər baba deyir, igid əmək itirməz. Ömür keçər, əfsus bərəyi bitirməz. Namərd olan, ömrü başa yetirməyən kimdir? Namərd olandır. Biz də deyir, sizi unutmaraq halal edin bizləri. Aha. Əmək itirməyən kimdir? İgidlərdir. Ömrü başa yetirməyən namərdlərdir. Bunu yadımızda saxlayırıq və görürük ki, Heydər babaya müraciət var. Amma qeyd eləyir ki, qızıl qeyd kimi hər bənd və yaxud da hər bənddə, hər misrada müraciət Heydər babaya yoxdur. Yəni Heydər baba dağına hər bənddə, hər misrada müraciət yoxdur. Amma Aşıq Ələsgərin ikinci Dağlar qoşmasında hər bənddə müraciəti görə bilərik. Bunu da müqayisə kimi yadda saxlayaq. Sonra bura baxırıq. Buranı da bir ad qoyaq ki, unutmayaq. Buranın Heydər baba Mirəjdər səslənəndə, Mirəjdər obraz adlarına diqqət edirik səslənəndə. Mirəjdər burada Çavuşun adı olub qeyd edilir. Çavuş var.
əsl xatirələrində Çavuşun adı səslənir. Kənd içində səsdən küyə düşəndə, deməli deyir, həm də səsdən küydən düşəndə. Aşıq Rüstəm sazın dilləndirəndə, deməli burada aşıq varmış, yəni xalq tərəfindən bu dövrdə onların vaxtı tanınan Rüstəm sazın dilləndirəndə yadındadır nə hövlənək qaçardım, quşlar təkin qanad olub uçardım. Bunu yadda saxlayırıq ki, qarşısına qeyd olan kitab olan yazsın ki, özünü quşlarla müqayisə edir. Aşıq Rüstəm. Başqa aşıq adının çəkilməsini biz harda qeyd edə bilərik? İsa Hüseynovun Zəhər hekayəsində. Zəhər, İsa Hüseynov. Zəhər hekayəsində hardadır? Burada aşıq adı çəkilib. Aşıq Abbas Farqanlının. Mən qısa Aşıq Abbas yazacağam. T yazıram, Tufarqanlı. Bir də Aşıq Ələsgərin adı çəkilib. Zəhərdə. Aha, bu hissəyə nə ad qoyaq? Bu hissənin adını belə qıraqdan yazıram, mütləq, yəni ki, şeirin özündə qeyd edin. Yazılaq ki, buna şairin uşaqlıq xatirələri. Aha. Sonra keçək digərinə. Aha, deyir Heydər Baba, yenə müraciət, Quru gölün qazı. Amma baxın, hər bənddə müraciət yoxdur fikrin təsviri. Məsələn, burada Heydər Babaya müraciət yoxdur. Yəni digərlərində görəcəyik. Əsər onsuz da öz uzundur. Heydər Baba Quru gölün qazları. Nəyin qazları? Quru gölün. Burada Quru göl Tehranda məşhur bir göl adıdır. Tehranda məkan yazıram. Heydər Baba Quru gölün qazları. Gəldiklərin sazaq çalan sazları. Gəldiklərin daha doğrusu istəyirəm. Kənd kövşəninin payızları, yazları. Aha. Sinema pərdəsi, yəni sinema pərdəsi kimdir? Təşbeh yaradıb, yəni bənzətmə yaradıb gözümdə. Tək oturub seyr edirəm özümdə. Tək oturub nəyi seyr edir? Özü. Deməli, bu məqama diqqət edirik. Tək oturub nəyi seyr edəcək? Deməli, 1. Quru gölün qazlarını, sazaq çalan sazlarını, və Quru gölün qazlarını, gəldiklərin sazaq çalan sazlarını və kənd kövşənin payızlarını, yazlarını necə seyr edəcək? 3. Bu məqamda özümüz üçün qeyd edirik və bu yerlərə də bu fəsil olan payızları, yazlar, burada fəsil yazıram, yəni fəsil olanlara diqqət edək. Çünki bu məqamlara toxunacam. Sonra Heydər Baba dağın daşın sərəsin. Aha. Kəkli kohur dalasında fərəsi, yəni dişisi. Quzuların ağı bozu, yəni ağ boz rəngi daha çox miqdə soruşulur. Rəngi, yəni ağı bozu qərəsi. Bir gedəydim dağ dərələr uzunu. Oxuyaydım çoban qaytar quzunu. Ümumiyyətlə, türkün dili qəzəldə var, bu ondan fərqli olur. Bunda daha çox folklor nümunələr işlənib. Çoban qaytar quzunu. Aha. Çoban qaytar quzunu, bu Sarı Gəlin mahnısıdır. Sarı Gəlin, yəni xalq mahnısı. Sarı Gəlin mahnısını bir parça deyib, yəni şifahi xalq ədəbiyyatına müraciət, Sarı Gəlin mahnısı. Aha. Çoban qaytar quzunu. Biçin üstü biçən oraqlar. Deməli, bu hissəyə yazırıq ki, kəndlinin həyat tərzi adlandırma kimi. Və bu çox kimi olacaq, həyat tərzi başlıq kimi. Biçin üstü sümbül biçən oraqlar. Elə bil ki, zülfü darar daraqlar. Bu daraq sözünün daha qədim formasını biz harda görmüşük? Şah İsmayıl Xətainin, yenə bura qaydırıq, Dəhnamə poemasında. Dəhnamə poemasında daha qədim forması deyir ki, orada
bir məqam var ki, daraq sözünün daha qədim. Deyir ki, sümbül saçın daramış beşanə. Yəni sümbül saçın beşanə. Beşanə nə demək? Yəni daraqla darayıb. Beşanə sözü, yəni Dəhnamədə Bahariyyə hissəsində, Bahariyyə, yəni lirik ricat olan hissəsində biz görürük ki, beşanə sözü deyir. Sümbül, özüm deyim, yaza bilməm bura. Deyir, sümbül saçın daramış beşanə. Şeyin özünə baxarsın. Ənbər qoxusun qılır fəşanə. Yəni sümbül saçını daraqla darayıb. Daraq sözünün daha qədim forması beşanə sözünü biz oradan görürük. Aha. Şikarçılar bildirçini soraqlar. Aha. Biçinçilər ayranların içərlər. Bir huşlanıb sondan durub nə elərlər? İçərlər. Burada deməli bir də məsələn biçinçilərdən, şikarçı biçinçilərdən danışdı. Yəni əmək nəğməsi. Məsələn, əmək nəğməsinin biraz məzmunu, əmək nəğməsinin məzmunu ilə də az da olsa əlaqə yaratmaq olar. Bunu yazıram bura. Burada n, yəni nəğmə. Sizin məzmununu yaratmaq olar. Çünki orada da biçinçilər olur. Məzmunu sadəcə özü yox. Aha. Sonra keçək nəyə? Və obrazları deyir, yenə diqqət eləyək. Qarı nənə obrazını biz bir neçə dəfə görəcəyik. Bu hissənin adını qoyaq ilk növbədə. Bu hissənin adını qoyaq. Bu iki hissənin adını deyək ki, yazın. Və qeyd edin şeirin özündə, qıraqlarında. Uşaqlıq xatirəsi. Burada da bir dəfə şairin uşaqlıq xatirəsi, burada da uşaqlıq xatirəsi şairin. Baxaq görək burdan nədən danışır? Qarı nənə gecə nağıl deyəndə, deməli nağıl deyəndə. Qarı nənə gecə nağıl deyəndə. Qarı nənə də bir obraz. Aha. Gecə nağıl deyəndə külək qalxıb qapı bacanı döyəndə, yəni qapı bacanı döyməsi metafordur. Yəni çox bədii təsvir fayda danışmır. Qurd keçini şəngülüsün yeyəndə, şəngülüm məngülüm nağılının danışması. Burada nağıl yazıram yenə. Epik növ şifahi xalq ədəbiyyatı. Mən qayıdıb bir də uşaq olaydım, bir gün açıb onda sonra solaydım. Aha. Burada nə edir? Özünə uşaq, deməli burada özünə arzuluyur. Yazıram, özünə arzuluyur. Özünə arzuluyur. Uşaq olmağı arzuluyur. Özünə uşaq olmaq. Buradan haşiyə yazırıq ki, Mircəlalın vətən yaraları Sən özünə xüsus görür. Orada da təhkiyəçi, orada olan əsgər özünü iki ömür arzuluyur. Yazıram ki, burada təhkiyəçi yox, burada təhkiyəçi yoxdur. Yəni daha çox şair deyir, lirik epikdir, lirik poemadır. Təhkiyəçi özünə iki ömür arzuluyur. O məqamda sən özünü oxuyanda görəcəksən. Aha, iki ömür arzusu, bunu da biraz oxşarlıq yarada bilərik. Aha, uşaqlıq xatirəsi onun hissəsi davam edir. Qarı nənə, Əmməcan adı 2 dəfə çəkiləcək. Bunu diqqət edin, 2 dəfə çəkilir. Bu birinci dəfədir. Qarı nənə o qədər də, bu da birinci dəfədir. Amma daha çox qarı nənə adı 2 dəfə çəkilir Əmməcan adı. Əmməcanın bal bələsini yeyərdim, yəni balla yağın yeyərdim. Sonra durub üst donumu geyərdim. Bağçada trəngini deyərdim. Uşaq xatirə deyir. Treng nə deməkdir? Aha. Tringəni, yəni treng yox, tringəni deyərdim. Tringən nə deməkdir? Bunun mənası da yazılır. Tringən qırağa yazaq. Tringən o deməkdir ki, yəni ki, burada muğam təsnifi, yəni zərbi muğam o mənada, yəni oxuyurdu onu. Bu zərbi muğamda oxunur. Tringən daha doğrusu deyərdi. Ay özümü o əzdirən günlərim, ağac minib at gəzdirən günləri. Əmincanın adı deyir ki, bal beləsini yeyərdi. Bura mütləq diqqət edin. Sonra keçək nə? Yenə bu Həcə xala olan hissəsi uşaqlıq xatirəsidir. Bura yazdım, uşaqlıq xatirəsi. Deyir, Həcə xala paltar geyir. Deməli, obrazda paltar yeyən kimdir? Həcə xala. Həcə xala əslində özünün
yazılan yerdə Həcər sözünün qısaltması, yəni Həcə xala deyib. Həcə xala çayda paltar yuyardı. Məmməd Sadıq damlarını, deməli Məmməd Sadıq neyniyərdi? Damlarını suvardı. Heç bilməzdi, dağdır, daşdır, divandır. Hər yan gəldi, şıllaq atıb aşardıq. Allah nə xoş, nə qəmsiz yaşardıq. Aha. Burada görürük ki, Allaha da müraciət var. Deməli, Allaha müraciət başqa əsərlərdə də var. Qeyd eləyək. Deməli, Allaha müraciət. Deməli, birinci yazırıq ki, bu iblis faciəsində Arif adam ey xaliqi hikmət Allah adlandırır, Allaha müraciət edir. İblis var Hüseyn Caviddən. Allaha müraciət. Sonra ikinci olaraq Vaqif dramı, İblis faciəsi janrların yazımı belə dedim. Vaqif dramında Səməd Vurğunda Allaha müraciət var idi. Bu hissənin də adını qoydu şairin uşaqlıq xatirələri. Yəni bəzi hissələrini adlandırır ki, daha rahat məzmununda problem yaratmadan olsun. Sonra Heydər Baba bulaqların yarpızı. Aha. Sonra bostanların gülbəsəri, yəni xiyar, biraz arxaik sözdür, qarpızı. Çərçilərin ağ nobatı saqqızı. Çərçilərin deyir ağ nobatı saqqızı. Çərçilər burada nə deməkdir? Yəni çərçilər o dövrdə xırda işlərlə məşğul olan alverçilərdə tacirlərə deyilir çərçilər. Alverçi, alverlə məşğul olan tacir, yəni çərçilərin ağ nobatı saqqızı. İndi də damağımda dad verər. Damağımda dad verən nə idi? Yəni çərçilərin ağ nobatı saqqızı. Nobat saqqızı, bostanların gülpəzəri qarpızı, dad verən gülpəzəri qarpızı, çərçilərin də ağ nobatla saqqızı damağda itkin gedən günlərimi yad edər. Aha. Bura qədər bitdi. Sonra keçək növbəti hissəyə. Sonra bu hissə bayram idi, gecə quşu oxurdu. Deməli, bayram idi, gecə quşu oxurdu. Burada yazır ki, xalq adət-ənənələri. Xalq adət-ənənəsinə yer verilmə ümumiyyətlə biz bir əsərdə də görmüşük. Süleyman Rüstəmin Təbrizim şeirində də xalq adət-ənənəsinə yer verir. Deyir, sən qarşıma çıxdın duzla çörəklə. Məsələn, o misrada var. Gələnin qarşısına duzla çörəklə çıxmaq. Çox yaza bilmirəm, duzla çörəklə. Məsələn, burada da yer var. Burada deyəndə xalq adət-ənənəyə yer verir. Bayram idi deyə gecə quşu oxurdu. Oxuyan nə idi? Gecə quşu. Diqqət eləyək. Bayram idi, gecə quşu oxurdu. Adaxlı qız, bəy corabında. Adaxlı nə deməkdir? Adaxlı sözünün mənası adaxlı qız, yəni ki, nişanlı. Nişanlı qız bəy corabını toxudu. Deməli, corab toxunma məqamı ədəbiyyatda biz harada görmüşük? Yazırıq. Corab toxuma məqamının Ana-bacı əsərində görmüşük. Oradakı ana-bacı, yəni Abdullah Şaiqin ana-bacı hekayəsində görmüşük ki, oradakı qarı corab toxuyurdu. Bir də harda görmüşük? Bu Mirzə Fətəli Axundzadənin Monsieur Jordan, çox yaza bilmirəm. Aha. Monsieur Jordan və Dərviş Məstəli Şah. Əsl adı belə deyil, qısaltması yəni Dərviş Məstəli Şah komediyasında, yəni Mirzə Fətəli Axundzadə. Burada da görürük ki, toxuyan obraz Şəhrəbanu idi. Şəhrəbanu xanım. Görürük ki, corab toxuyur. Mütləq bu məqama diqqət edirik. Hər kəs şalın bir bacadan soxurdu. Yəni, orada adətlərdən biri. Ay nə gözəl qayda idi şal salmaq. Gözəl qayda. Deməli. Gözəl qayda nə idi? Şal salmaq, bəy şalına bayramlığını bağlamaq.
Bəyişanla da bayramlığın bağlamaq gözəl adət. Deməli, bu məqamlara diqqət edirik. Aha. Sonra keçirik digər məqamlara. Şal istədim, mən də evdə ağladım. Deməli, bu özündən danışır. Deməli, burada şairin yazırıq ki, bu hissəyə. Bura belə yazmışam, şairin ailəsi. Olan hissə. Şal istədim, mən də evdə ağlayıb. Ağlamanın səbəbi nədir? Şal istəmək idi. Bir şal alıb tez belimə bağladım. Belinə bağlayıb nəyi? Şalı. Qulamgilə qaçdım. Bax, bu məqam. Obraz yenə, obrazları. Hara qaçıb? Şalı salıb Qulamgilə. Fatma xala mənə corab bağladı. Deməli, corab bağladı. Bax, bu hissədir. Corab bağlayan kimdir? Fatma xala. Yenə obraz. Obrazlarına bağlı məqam. Və xan nənəmi yada salıb bağladı. Yada salıb bağlamaq. Bax, bu hissəyə mütləq diqqət yetirək. Aha. Bayram olub, qızıl palçıq qəzəllər. Qızıl palçıq olur burada. Epitet var. Bayram olub, qızıl palçıq əzəllər. Naxış vurub otaqları bəzərlər. Deməli, naxış vurub haram bəz otaqları bəzəmək qızıl. Yəni burada görürük yenə adət-ənənələr. Adət-ənənələrə yer verilib. Xalq adət-ənənəsi. Aha. Adət-ənənə, xalq adət-ənənəsi. Bu başlıq. Mütləq qıranı yazaq. Aha. Burada yəni bayram gəlişindən danışılır. Evləri təmizləmək, otaqları bəzəmək, taxtçalara düzmələr düzələ bayram gəlişi. Qız gəlinin fındıqçası hənası, həvəslənər anası, qaynanası. Aha. Burada diqqət eləyirik. Ki, bayram gəlişi artıq burada hiss olunur. Bayram gəlişi. Bunu silim, düzəldim. Bayram gəlişi yazdım bura. Yumurtanı, deməli yumurtanı göyçək güllü boyardıq. Deməli yumurtanın boyanması nə vaxtdır? Novruz bayramı. Yenə xalq adət-ənənəsi. Bunun davamı kimi Novruz bayramı artıq danışılır. Çaqqışdırıb sınanların soyardıq. Oynamaqdan bircə məgər doyardıq. Əli mənə yaşıl. Deməli Əli birinci hissədə yadımızda saxlayırıq ki, dostu. Dostundan danış. Dostunun biri kimdir? Əli. Əli mənə yaşıl işıq verərdi. Aha. İrza mənə Novruz gülü, bu gül adı çəkdi. İrza mənə Novruz gülü dərər. Novruz gülü dərən İrzadır, bu da dostudur. Yəni dostları Əli ilə İrzadır. Yəni Əli ilə İrza buna Novruz gülü dərərdi. Aha. Burada da yəni uşaqlıq xatirələri də deyə bilərik bu hissəyə. Uşaqlıq xatirələri. Xatirələri və ya dostları. Aha. Sonra keçək digər hissəyə. Deyir Novruzəli xərməndə və sürərdi. Novruzəli burada yenə obraz. Novruzəli xərməndə və sürərdi. Yəni birlikdə və sürərdi. Yəni taxılla xərmən o deməkdir ki, və birlik sürmək üçün də taxılın bu sümbülün taxılda bu sümbülü ayırmaq üçün istifadə xərmənd. Xərmənd o deməkdir. Xərmənddə və sürərdi. Gahdan yenib küləşlərin kürərdi. Dağdan da bir çoban iti hürərdi. Aha. Onda gördün ulaq ayaq saxladı, ayaq saxlayan ulaq. Aha, dağa baxıb qulaqların şaxladı. Aha. Deməli, bura qədər aydındır. Bura qədər bəzi qeydlərimizi əlavə edək. Deməli, deyək ki, buradan bu əsər ümumiyyətlə yadımıza salaq müxəmməs deyil və heca vəzni. Bu əsər xalqın görürük etnoqrafiyası. Əgər soruşsaq xalqın etnoqrafiyasına da bu toxunur, daha sonralarda da görürük. Xalqın etnoqrafiyası qıraqdan yazın, fikri düzdür. Yəni testdə bu məqamı görürsünüz, bu fikir düzdür. Çünki xalqın etnoqrafiyasından danışır bu əsərdə. Sonra burada Novruz bayramını gördük. Novruz bayramı. Bu hissədə də qeydlərim olacaq. Novruz bayramı başqa hansı əsərlərdə var idi? Yazırıq.
Heydər Baba ilə yanaşı Dəli Kür romanında da var idi. Bir də gələcək gündə də görəcəyik Novruz bayramı. Mix sertifikasiya olimpiada üçün daha çox. Aha. Dəli Kür və gələcək gündə Novruz görəcəyik. Aha. Sonra burada bir də müraciət məsələsi dedik ki, hər bənddə, hər misrada müraciət yoxdur. Başqa müraciət məsələsini bildirdik ki, Aşıq Ələsgərin ikinci dağlarında bütün bəndlərdə müraciət var. Və birinci dağlarını da yazaq. Yazaq Aşıq Ələsgərin dağlarında müraciət məsələsinə daha çox. Toxunaq Aşıq Ələsgər istəyən yazsın qıraq. Birinci dağlarda da müraciət var, ikincidə də. Fərqi nədir? Birinci dağlarda 3, bir yaxud 7 bəndlər, 3, 4, 7-ci bənd. Yəni 3, 4, 7-ci dağlara müraciət. Aha, ikinci dağlar. Orada bütün bəndlərdə dağlara müraciət var. Misralarda yox, bəndlərdə qızıl qayda ki, müraciət var. Sonra keçək ardına. Deyir ki, qış gecəsi tövlələrin otağı. Deməli, nə zaman? Vaxtdan danışır, vaxt, yəni qış gecəsi. Deyir, tövlələrin otağı, kəndlilərin oturağı, yatağı. Buxarında yanar odun yanağı, şəbçərəsi, girdəkanın iydəsi, kəndli basar gülüb, kəndi basar, gülüb danışır. Şəbçərə, girdəkan iydə o deməkdir ki, burada şam yeməyindən sonra yeyilən meyvə qurulardır. Şam yeməyindən sonra yeyilir. Yəni yemək üçün istifadə şam yeməyi sonra yeyilir yazın. Sonra və bu hissəndə yenə adlandırma deyirik, çoxunda olacaq. Bu hissə yazırıq ki, kəndlinin həyat tərzi mütləq qeyd eləyək. Heydər Baba, şəbçərəsi idi. Deyir Heydər Baba. Nənə qızın gözləri. Rəşxəndənin şirin-şirin sözləri. Nənə qız da bir obrazı, Rəşxəndə. Şirin-şirin sözləri. Türkü dedim. Türkü. Bax bu türkünü biraz fərqli fonda verim. Türkü dedim, yəni türkü deyilir bu türkü. Yəni bu da bir nəğmə mahnı növündə. Yəni bunu da yazım şifahi xalq ədəbiyyatı. Şifahi xalq ədəbiyyatı. ŞFə. Heydər Baba nənə qızın gözləri. Rəşxəndənin şirin, deməli gözlər kimin idi? Gözləri nənə qızı şirin-şirin sözlərdə kimə aid idi? Rəxşəndəyə, Rəxşəndəyə aid idi. Aha. Oxusunlar. Bilsinlər ki, adam gedər, ad qalar. Bu hissəni mütləq qeyd edin. Adam gedər, ad qalar. Yaxşı. Aha, bu hissə. Yaxşı pisdən ağza bir ad qalır. Bu atalar sözüdür. Atalar sözüdür. Bunu mütləq yanında yazırsınız. Və aforizm səciyyəli söz kimi istifadə olunma fikri düzdür. Aforizm, yəni aforizm səciyyəli söz də deyə bilərik buna. Aforizm. Bir dəqiqə. Aforizm səciyyəli söz də deyə bilərik. Aha. Türkü dedik şifahi xalq ədəbiyyatı. ŞFə. Burada nənə qızın, Rəşxəndənin şirin-şirin sözləri. Nənə qızla Rəşxəndə Heydər Babanın həmyaşıdı idi. Yəni burada obrazın həmyaşıdı idi. Yəni oxunulan yerdə həmyaşıdı idi. Bunu da yaddan salın. Rəşxəndə ilə nənə qız. Aha. Sonra keçib bu tərəfə. Növbəti hissəyə. Yaz qabağı gün-günəyi döyəndə. Aha, yaz qabağından danışır. Yaz qabağı gün-günəyi döyəndə. Gün-günəyi döyəndə.
Kənd uşağı qar gülləsini sövəndə. Yəni gün günəyi döyəndə, yəni gün günəyi, yəni günün düşdüyü yerdə, o mənada günün düşdüyü kənd uşağın qar gülləsini sövəndə, kürəkçilər dağda kürək zivəndə. Mənim ruhum elə bilin ordadır, kəklik kimi batıb qalıb qardadır. Aha, kəklik kimi, qarda olub kəklik kimi, ruhu hardadır? Deyir mənim ruhum, bax, mənim ruhum elə bil ki, ordadır. Bunun ruhu hardadır? Yəni ki, kənd uşağı qar gülləsi sövəndə, yəni qar vaxtında, yaz qabağındadır bunun ruhu. Hə, bu məqamlara da diqqət edirik. Sonra qarı nənə, bax yenə qarı nənə ikinci dəfə çəkilib. Uzadanda işini. Gün buludda əyirərdi teşini. Aha. Qurd qocalıb çəkdirəndə dişini. Yenə bax, burada da qurd qocalıb çəkdirəndə dişini. Bu da şifahi xalq ədəbiyyatı nümunəsidir. Epkinə White. Aha. Qarı nənə uzadanda işini. Gün buludda əyirdən teşini. Və bu hissədə bir ad verək. Şairin. Uşaqlıq xatirəsi. Qurd qocalıb çəkdirəndə teşini. Badyaların südü aşıb daşar. Deməli, südü aşıb daşardı badyaların. Bu hissəyə də xüsusi diqqət yetirək. Aha, sonra davam edək. Deyir, bostan uşaqlıq xatirəsi ümumiyyətlə bostan olan yer idi. Aha, şairin uşaqlıq xatirələri, baxın bura. Bu üç hissəni də deyə bilərik. Aha. Bostan pozub gətirərdik aşağı. Doldurardıq evdə tabağı, təndirlərdən bişirərdik qabağı. Aha. Bu üç hissəni yadda salaq. Özün yeyir, toxumlarını çıtdardıq, yeyir. Özün yeyirdi, amma toxumlarını çıtdayırdıq da bu aşağı qaba, bal qabaq yəni. Çox yeməkdən lap az qala çatlardıq. Sonra Vərzinganda armusu Vərzinqandan armud satan. Üzr istəyirəm, armud satan gələndə. Armud satan hardan gəldi? Məkan. Vəzirqandan. Uşaqların səsi düşərdi kəndə. Biz də bu yandan eşidib biləndə şıllaq atıb bir qışqırdıq salardı, buğda verib şıllaq atıb şıllaq at atardı. Yəni burada köçürməyib, buğda verib armudlardan alardıq. Armudlardan alardıq nə qarşılığında? Buğda verərək. Qarşılıq, aha, yəni ki, onun qarşılığında. Aha. Çox bədii təsir ifadələri toxuna bilmirəm. Çünki əsər bildik ki, uzun formada verilib. Xırda məqamlara toxunuram. Sonra Heydər baba ağacların ucaldı, amma hayıf cavanların qocaldı. Burada heyfsilənir. Heyfsilənmə. Nədən heyfsilən? Cavanların qocaldı. Toğluların arıqlayıb acal. Yəni toğlu bir də qoyunun kök forması. Arıqlayıb acaldı. Kölgə döndü, gün batdı, qaş dərəldi. Qurdun gözü qaranlıqda bərəldi. Burada görürük ki, qəmli notlar da deyə bilərik bu hissəyə. Qəmli notlar, yəni heyfsilənsə deməli burada qəmli notlar da biz hiss edirik. Amma o qədər də çox görməmişik birinci hissədə. Heydər baba, aha bu hissəni dedi. Deyək Xoşginab. Xoşginab onun uşaqlıq yurdu, Təbriz Xoşginab. Bunu yadda saxla. Bu da məkan adıdır. Xoşginab yaman günə kim salıb? Aha, seyidlərdən, deməli, seyidlərdən də kim qırılıb, kim qalıb? Burada bədii sual var. Bədii sual. Ümumiyyətlə bu hissədə bədii suallar var. Bədii bu sual, yəni bədii ifadə vasitəsi. Seyidlərdən kim qırılıb, kim qalıb? Amir Qafar damdaşını kim alıb? Damdaşını kim alıb? Bulaq yenə gəlib gölü doldurur, ya quruyub bağçaları soldurur. Burada bədii sual dedik. Uşaqlıq yurdu olan Xoşginabdan danışır və bu hissəyə deyirik ki, ictimai məsələlər. Yanından da yazaq. İctimai məsələlər. Sonra keçirik bu tərəfə. Demək, bir obraz yenə tanış deyir. Amir Qafar obraz. Deyir, Amir Qafar
Seyidlərin tacı idi. Seyidlərin tacı kim idi? Amerika. Deyir, şahlar şikar etməsi qıyqacı idi. Mərdə şirin, namərdə çox acı idi. Bunun haqqında məlumatlardır burada. Məzlumların haqqı üstə əsərdir, zalimləri qılıncda. Deməli, Amirqafar seyidlərin tacı, mərdə şirin, namərdə acı, məzlumların haqqının üstə əsərdir. Yəni məzlumların haqqının müdafiəçisi idi. Bu hissəyə diqqətlə baxırıq və adı çəkilən adamlara. Sonra keçirik Mir Mustafa dayıya. Deyir, Mir Mustafa dayı uca boy baba, heykəli saqqalı Tolstoy, yəni Lev Tolstoya bənzədilir də. Ona bənzədilir. Lev Tolstoy babaya bənzədir. Uca boy baba. Aha. Lev Tolstoya bənzədir. Eylərdir yas məclisi Toy baba. Yas məclisin Toy baba. Versiya, təzad. Aha, Xoşginabın Abirusu Ərdəm. Demək, Xoşginabın Abirusu Ərdəm deyəndə kim idi? Mir Mustafa. Şeir parçalarında obrazlar haqqında məlumatlar diqqət edin. Mir Mustafa dayı. Məscidlərin, məclislərin görkəmdə kim idi? Mir Mustafa dayı. Bu hissələrə diqqət edin. Sonra keçirik növbəti hissə. Burada artıq bu hissəyə adım verəcəyik ki, şairin ailəsi haqqında ikinci dəfə danışıq artıq. Şairin bir dəfə Fatma xaladan danışdıq. Şairin ailəsi haqqında, nənəsi haqqında, şairin ailəsi haqqında. Mənim atam deyir, süfrəli bir kişi idi. El əlindən tutmaq onun işi. El əlindən, yəni xeyirxah biri idi, süfrəli idi. Gözəllərin axıra qalmışı idi. Yəni o qədər də gözəl idi. Şeir parçasına diqqət. Ondan sonra dönərgələr dönüblər, məhəbbətin çıraqları sönüblər. Deməli, süfrəli idi, el əlindən tutmaq adəti idi. Gözəllərin axırdan qalmışı o qədər gözəl. Ondan sonra döngülər də dönüblər. Aha, məhəbbətin çıraqları sönüblər. Mənim atam süfrəli bir kişi idi. Süfrəli bir kişi olmasa. Bu məqam süfrəli bir kişi idi. Həmçində Elçinin Talvar əsərində, Talvar hekayəsində biz görə bilərik. Talvar hekayəsində bir obraz var idi. Əli Abbas kişi. O obraz da necə bir obraz idi? Yəni süfrədə açıq bir kişi idi. Yəni bu xasiyyət baxımından deyirəm ha. Sonra səhər tezdən naxarçılar gələrdi. Bu iki hissəyə bir ad deyəcəm, burada yazıram. Burada bir dənə başqa bir ad deyim. Əslində bu hissə iki dənə addır. Deyir ki, səhər tezdən naxırçılar gələrdi. Qoyun quzu dam bacadan mələrdi. Əmməcanım körpələrin bələrdi. Deməli, Əmməcanın körpələrin bələrdi. Təndirlərin qovzanar tüstüsü, çörəklərin gözəliyi istisi. Əmməcan deməli ikinci dəfə adı çəkilir. Birinci dəfə balla yağın yeməsinə, burada da körpələrin bələməsinə. Aha, göyərçinlər sonra deyir, dəstə qalxıb uçarlar. Yəni burada göyərçinlərdən danışır. Gün açanda qızıl pərdə açarlar. Qızıl pərdə açıb yığıb qaçarlar. Gün atıb artar dağın cəlalı, təbiətin cavanlanar cəmalı. Yəni üzü, aha. Deməli, bu iki hissəyə bir ad deyəcəm. Burada yazır kəndlinin həyat tərzi. Burada kəndlərdən danışır. Kəndlinin həyat tərzi. Bu hissəyə də başqa bir ad da desək, burada uşaqlıq xatirəsindən danışır da. Deyir ki, çörəklərin gözəl istisi var idi. Naxırçılar ki, uşaqlıq xatirəsi digər adda demək olar. Təkcə bura o ikisinə iki adda deyirik. Uşaqlıq xatirəsi. Xatirələri və yaxud. Sonra Heydər baba qarlı dağlar aşanda. Gecə karvan yolun azıb çaşanda. Mən hardasan? Tehranda kaşanda. Məkan adları, məkan adı. Deməli bu birinci hissədədir. İkinci hissədir. Məkan adı birinci hissə. Tehran və Kaşan. Uzaqlardan gözüm seçər onlara, xəyal gəlib aşıb keçər onlara. Heydər baba göylər bütün dumandır. Burada hələ ki o qədər də
yerlərə görmürük. Aha. Deyir Heydər baba, göylər bütün dumandır. Burada duman deyəndə, yəni burada sətir altı ictimai məsələ, yəni ki, burada düşmən tərəfi nəzərdə tutur. Düşmən tərəfi, yəni sətir altı məna var. Diqqət eləyək. Günlərimiz bir-birinə yamandır, yəni pisdir. Bir-birinizdən ayrılmayın amandır. Yaxşılığı əlimizdən alıblar. Deməli, nə əllərini alıblar? Problem kimi. Yaxşılıq əlimizdən, yaxşı bizi yaman günə salıblar. Aha. Burada biz nəyə görürük? Bura aid eləyək, yenə bir ad kimi ictimai məsələlər. Sonra və Cənubi Azərbaycan həsrətini deyək bura. Görürük həsrət var da, Cənubi Azərbaycan həsrəti. Aha. Burada görürük ki, dumandı yamandan. Burada görürük ki, bir növ günlərimiz deyib bir-birinizdən ayrılmayın. Bax, bu hissə bir-birinizdən ayrılmayın amandır. Bunun deyə bilərik ki, şairin vəsiyyəti. Yəni, bu hissəni mütləq ona görə deyirəm ki, əgər şeirin özü varsa, üstə belə qeydlər aparın. Sonra, bir soruşun bu qırğınmış fələkdən. Nə istəyir bu qurduğu kələkdən? Burada bədi sual, yəni bunu tapmaq rahatdır. Deyinə keçird ulduzlar ələk. Bu ulduz məsələsi. Qoy tökülsün bu yeryüzü dağılsın, bu şeytanlıq qurğusu bir-bir yıxılsın. Bu şeytanlıq qurğusu. Burada çox xırda məqamlar var. Çox xırda. Və bu hissəyə də yenə ictimai məsələlər deyəcəm. Əslə birləşdirməli idim. İctimai. Deməli, buraya yazıram ictimai məsələlər. Və hər birindəki xırdalıqları görürsünüz, vurğulayıram. Bir soruşun bu qarğınmış fələkdən. Aha, bir soruşun. Nə istəyir bu qurduğu kələkdən? Deyinə keçir ulduzlar ələkdən. Bu ulduz məsələsi. Ulduz məsələsini buradan yazıram. Ulduz məsələsini biz harada görmüşük? Burada Monsieur Jordan'da danışırdı kim? Monsieur Jordan və Dərviş Məstəri Şah komediyasında orada Məstəri Şah danışırdı da Şəhrəban xanım çağıranda iş əldə eləməsi üçün. Bir də Aldanmış Kəvakibdə, yəni Aldanmış ulduzlar əsərin adından görürük. Kəvakib povestində də ulduz məsələsi var idi. Mütləq buralara diqqət edək. Bu yeryüzü dağılsın. Aha. Bu şeytanlıq qurğusu bir-bir yıxılsın. Aha. Şeytan bax burada da ictimai şeytanlıq qurğusu deyəndə, yəni ki, o dövrdə, yəni rejimi deyirdi də, rejim. Yəni sətir altı məna budur, rejimin deyirdi. Bu şeytanlıq qurğusu əslində bunu hansı əsərin məzmununa ortaq cəhət qoya bilərik? Sərsəm gediş deyir. Dayansa bu sərsəm gediş dursa. Orada da dövrün rejimi deyirdi. Bunda Almas Yıldırımın Əsir Azərbaycanım. Aha, bura qədər getmişik. Və burada biz görürük ki, qarğınmış fələkdən nə istəyir bu qurduğu kələkdən. Qoy tökülsün bu yeryüzü dağılsın. Burada biz ayrılıq, kədər hisslərində görə bilərik. Ayrılıq, kədər hissləri. Aha, bir uçaydım bu çırpınan yellə. Aha, bu çırpınan yellə. Burada da əslində ictimai mövzu toxunulur. İctimai mövzu, yəni ictimai məsələlər mövzu olsun. İctimai
məsələlər. Bir uçaydım bu çırpınan yelinə. Aha. Bir uçaydım, yəni yerlə, yəni küləklə də deyir uçaydım. Bağlaşaydım dağdan aşan sel ilə, ağlaşaydım uzaq düşən eli ilə, bir görəydim bu ayrılığı kim saldı, ölkəmizdə kim qırıldı, kim qaldı. Burada da biz bədi sualı yenə görürük. Aha. Ölkəmizi kim qırdı, kim qaldı? Görmək istəyir, yəni. Görmək istəyir bu məqamı. Kim qırılıb, görmək istədiyi buydu. Xırda məqamlara diqqət edin. Sonra və digər yerlərə baxaq. Görək digər yerlərdə nələrə baxırıq. Bu hissəni adlarını deyim, hissə kimi yazın. Doğma yurdla artıq birinci hissənin son bəndlərinə çatırıq. Doğma yurdla bağlı arzular, indi oxuduqca deyəcəyik niyə, özümüzdə görəcəyik mənasını. Doğma yurdla bağlı arzular da deyə bilərik. Və bir də ictimai məsələlər də deyə bilərik. İctimai məsələlər. Amma daha çox doğma yurdla bağlı arzular. Heydər baba mərd oğullar doğurkən. Burada problemin həllidir deyə bilərik. Problem həlli. Yəni problemlərin həlli üçün o dövrdə, yəni ki, problem həllini burada göstərir ki, yəni, mərd oğullar doğurkən. Namərdlərin burunların o gün mərd namərd qarşılaşması antitezi bədi təzad bədi fayda vasitəsi çox toxuna bilmirəm çünki əsər çox genişdir. Deyir namərdlərin burunların o günə. Arzulamanın səbəbini artıq biz mərd oğullar doğurkən səbəbini ikinci hissədə artıq görəcəyik. Gəldikdə qurdları tut boğ günə. Qoy quzular şayın-şayın otlasın. Qoyunların quyruqların qatlasın. Gəldikdə boğcan qoy quzular. Burada yəni quzuların rahat otlamamağından danışır. Biz də görürük ki, Qasım bəy Zakirin məzmun oxşarlığı yarada bilərik. Durnalarda deyir ki, Laçın yatağıdır bizim məkanlar. Yavaş gedin səsiniz anlar. Orada da görürük ki, yəni ciddi ictimai mətləb, yəni bu məzmunla bunların həqsi ciddi, yəni ictimai məsələlər burada görürük. İctimai məsələlər üstörtür şəkildə işarə, ictimai mətləblər, məsələlər, yəni eyni tip izahlar. Və gəlir sonuncu yerə. Heydər baba. Aha. Heydər baba sənin könlün şad olsun. Dünya varkən ağzın dolu dad olsun. Səndən keçən tanış olsun, yad olsun. Yəni bir-birini tanısın ya da tanımasın, antiteza. Deynə mənim şair oğlum Şəhrir, deməli öz adını çəkir. Amma burada öz adını çəkir, düzdürmü? İkinci hissədə sonuncu bənddən əvvəl çəkir. Sonuncu bənddən əvvəl. Əslində görəcəksiniz, indi dedim ki, bənddən əvvəl çəkir. Adım burada, amma sonda çəkir. Bu müqayisəni də aparaq. Aha. Və son bənddə öz adını çəkmə məsələsi. Burada da deyir, bir ömürdür qəm üstündə qəm qalar. Burada da ictimai məsələlərə toxunur. İctimai məsələlər. Bir də bir məqam da yadımıza salaq. İctimai məsələlər. Sonda öz adını çəkmək kimlərdə vardı? Birinci hissəni müqayisə eləyək.
Şəhriyar dili. Deməli yazırıq bura. 1. Keçilən əsərlərdən. Deməli Pərini deyə bilərik. Vaqif yazıram. Xəttim anlaşılmır. 2. Hayf ki yoxdur. Onu da bilirik. Vaqif yazıb. Hayf ki yoxdur bu qoşmaları. Sonra başqa nə deyə bilərik? Sonra Qasım bəy Zakirdən deyək. Durnalarda da Zakir öz adını çəkir. Bir də 4 Badi Səbah. Mənim dərdi dilimi. O əsər onsuz da məlumdur. Bu ikisini yazan kimdir? Qasım bəy Zakir. Zakir. Yəni Qasım bəy Zakir. Birinci hissəni bitirdi və gör ki, burada romantik duyğular öz əksini tapıb deyə qeyd eləyək. İkincidə artıq müəllif öz realist mövqeyini bizə göstərir. İkinci hissən artıq davamını çəkərəm. Ümumi qeydlərimi də orada vurğulayaram. Əslində bunun davamı kimi çəkəcəm və ümumi qeydlərimi vurğulayacağam. Davamında hər şey görüləcək. Birincisi bu qədər oldu. Özünüzə yaxşı baxın.